Həndəsənin əsas anlayışları. Ümumiyyətcə uşaqlar, həndəsənin əsas anlayışlarında bircə saniyə qıraqdan verim qırağa. Sizi görə bilim. Aha. Həndəsənin əsas anlayışlarında bir şey bilirik ki, nöqtə və düz xətt həndəsənin ilk anlayışı olduğu üçün onlar haqqında bir tərif verilmir. Yəni nöqtənin və məsələn düz xəttin bir tərifi yoxdur. Amma nöqtə və düz xəttdən çıxan, ortaya çıxan təriflər var. Məsələn, bizə belə bir sual verilə bilər. Bir nöqtədən neçə dənə düz xətt keçirmək olar? Fikri olan var, nəsə demək istəyən var? Bir nöqtədən neçə dənə düz xətt keçirdə bilərəm? Müəllim sonsuz. Ay sabah buradan istədiyin sayda keçirdə bilərsən. Fərqi yoxdur. Uzunluqları falan heç bir önəm daşımır. İndi burada mouse'dan deyə biraz tam düz nöqtənin üstündən keçmir, amma istədiyin sayda, yəni konkret rəqəm deyə bilmərsən, 5, 10, 15 heç nə deyə bilmərsən. Bir nöqtədən istənilən sayda düz xətt keçirmək olar, sonsuz sayda. Bəs yaxşı uşaqlar, iki nöqtədən neçə dənə düz xətt keçirə bilərəm? Bir. Aysa yalnız bir dənə bax. Buradan başlayaq. Məsələn, belə deyim də. Bir nöqtəm buradadır, bir nöqtəm buradadır. Bu iki nöqtədən yalnız bir dənə düz xətt keçirə bilərəm. Başqa bir düz xətt keçirsəm, məsələn, buradan keçdi, bundan qalır. Bundan keçir, ondan qalır. Yəni olmur. Bu iki nöqtədən yalnız və yalnız bir dənə düz xətt keçirmək olar. Ümumi nöqtələrdən, bax, nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi hissəyə həndəsi fiqura bucaq deyilir. Bucaqlarımız hansılardır? Birinci yazırsınız. Düz bucaq. Düz bucaq 90 dərəcədir uşaqlar. Birinci düz bucaq. 90 dərəcəli bucağa nə deyirlər? Düz bucaq deyirlər. Bu formada olur. Bax, bu bizim 90 dərəcəli, yəni düz bucağımızdır. İkinci bucaq açıq bucaqdır. Açıq bucaq 180 dərəcə olur. Forması bax bu formada verilir. Düz xəttdir. Burada qalma açıqdır. Hal-hazırda bu bucaq açıqdır. Bu bucağa nə deyirlər? 180 dərəcəli bucaq deyirlər. Açıq bucaqdır. Birinci düz, ikinci açıq. Üçüncü bucağımız iti bucaqdır. İti bucaq uşaqlar 0 dərəcədən böyük olmalıdır. Həmin o alfa bucağı 0-dan böyük olmalıdır. Amma 90-dan kiçik olmalıdır. Yəni 1-dən başlayıb 89-a qədər olan bucaqların hər birinə biz iti bucaq deyəcəyik. Şəkildə bax bu formada olur. Bu nədir? İti bucaqdır. Dördüncü bucağımız kör bucaqdır. Kör bucaq 90-dan başlayır. Yəni 91-dən başlayır da belə deyim sizə. 90-dan böyük, 180-dən kiçik olan bucağa nə deyiləcək? Kör bucaq. Bucağın dərəcəsinə baxasın. 91-dən başlayıb 179-a qədərdirsə əgər, 179-u götürmək şərti ilə həmin bucağı adlandıran zaman deyəcəksiniz kör bucaq. Məsələn, bir dənə nümunə çəkə bilərik. Bu bizim artıq kör bucağımızdır. Beşinci bucaq isə tam bucaqdır. Tam bucaq 360 dərəcə olur. Məsələn, uşaqlar bir dənə çevrə verir bizə. Belə içərisində 4 dənə xətt var. Bizə deyir ki, bucaqlar, ümumi bucaqların cəmi nəyə bərabərdir? Ümumi bu bucaqların hamısı, bu bucaq, bu, hamısının dördünün də cəmi 360-a bərabərdir və bu bizə tam bucaq adlanır. Qeydlərinizi aparın. Buradan qaranlıq nəsə qaldı? Xeyr müəllimə. Əla. Xeyr. Keçək Xeyr ikinci. müəllim. Qonşu və qarşılıqlı bucaq anlayışı. Uşaqlar, məsəl üçün, bax, bir dənə düz xətt çəkilir, bir də bu formada. Burada iki dənə bucaq yaranır da. Bax, bir bu düz xəttin sağındakı bucaq. Məsələn, alfa ilə işarə edirik. Alfa bucağı. Bir də məsələn düz xəttin solundakı bucaq. Məsələn, deyək beta bucağı. İki dənə bucaq yaranıb, düzdürmü? Bu bucaqlar necədir? Baxın, yan-yanadır, qonşudur, düzdürmü? Gözümüzlə görürük də rahat yan-yanadır bunlar, qonşudurlar. Yəni bunlar necə bucaqdır? Qonşu bucaqlardır. Qayda olaraq yazın. A bucağı və B, məsələn, alfa və beta bucaqları iki bucaqda belə deyil. İki bucaqlar qonşu bucaqdırsa, onların cəmi 180-ə bərabərdir. Yəni A üstə gəl B, alfa üstə gəl beta bərabərdir 180 dərəcəyə. Qonşu olan iki bucağın cəmi 180 dərəcəyə bərabərdir. Məsələn, sənə belə bir şəkil verilər. Deyər ki, belə bir verilər. Deyər ki, 30 dərəcə. Alfaya verər 30 dərəcə. Sənə deyər digər bucağı tap. Digər bucaq nəyə bərabərdir? Bu bucaq x nəyə bərabərdir? Cəmi 180-ə bərabərdirsə, 180-dən 30-u çıxaram neçə qalar? 150. 150-yə bərabər. Buraya yazarım 150. Çünki toplayanda 180 olmalıdır. Aydın oldu? Bu qonşu bucaq. Bəli müəllimə. Bir də qarşılıqlı bucaqlar var uşaqlar. Məsələn, bu formada verilir. Bax, bu bucaqla bu bucaq. Məsələn, alfa 1 deyim sizə. Alfa 1, beta 1.
Bunlar necə bucaqdır? Qarşılıqlı bucaq və qarşı-qarşıya. Qarşı. Bunlar qarşılıqlı bucaqdır. Məsələn, buradakı bucaqla da, məsələn, alfa 2 deyim. Burada da beta 2 deyim. Bunlar da bir-birinə qarşı dayanıb. Bunlar da qarşılıqlı bucaqdır. Bu ikisi bir-birinə qarşılıqlı dayanıb, bu ikisi də bir-birinə. Bunlar bir ikisi qarşılıqlıdır, bu ikisi də qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Alfa məsələn 1. Burada heç 2-ni yazmağa ehtiyac yoxdur. Fikrinizi yayındırmayın belə. Belə. Alfa bucağı bu bucağa alfa bucağı deyərəm, bu bucağa beta bucağı deyərəm. Alfa və beta bucaqları qarşılıqlı bucaqlardırsa, onlar bir-birinə bərabərdir. Yəni alfa bərabərdir betaya. Məsələn, mənə şəkil verilib. Burada deyir bu bucaq bərabərdir 40 dərəcəyə. Bu bucağı tap. X nəyə bərabərdir? 40'a. Aysa, bura 40-sa burada 40. Heç nədən çıxmırsan. Bura 40-sa burada 40-dır. Aydın oldu? Bəli. Bəli müəllimə. Yaxşı, bir dənə sizə məntiqi sual verim. Bura 40-sa buranı tapdınız 40. Problem yoxdur, əla. Bəs bura nəyə bərabərdir? Mən 20. Acaba bunlar 50'ye. Mən 140. bax, burayla buraya baxın uşaqlar. Burayla Bax. bura necədir? Mən 140. Əla. Mən qonşudular. Aysa, yan yanadır. Qonşulardan Yəni qonşudular. Qonşudursa 180-dən 40-a çıxacaq, burada qalacaq 140. Bura 140-sa, bunun qarşı tərəfi də 140-dır. Qarşılıqlı bucaqsa 140-dır. Ümumi də hamısını toplayanda neçə edir? 360. Yəni tam bucaq alınır. Aydın oldu? Bəli. Qonşu bucaqlarda digər bir bucaq verilib, digərini tapmaq üçün 180-dən çıxmalısınız. Qarşılıqlı bucaqlarda isə bucaqlar bir-birinə bərabərdir. Bir də tamamlayıcı bucaq var uşaqlar. Tamamlayıcı bucaq nə deməkdir? Ümumiyyətcə, iki dənə bucağı toplayan zaman, məsəl üçün, bir dənə belə bir hissə verilir. Alfa bucağı verilib, beta bucağı verilib. İndi mənə deyir ki, uşaqlar, bax, alfa ilə betanı toplayanda neçə dərəcə yaranır? Buradan baxıram ki, 90 dərəcə yaranır, düzdürmü? Məsələn, Bəli. sual verirsə, alfa ilə betanı tamamlayanda ümumi birinci qaydanı deyim. Alfa ilə beta bucaqlarını toplayan zaman 90 dərəcə alınırsa, bu bucaqlar birləşən zaman 90 dərəcəli düz bucaq yaradırsa, bunlar tamamlayıcı bucaqlar adlanır. Dəftərinizə qeyd aparın, tamamlayıcı bucaqlar. Məsələn, alfanı verib sənə 45 dərəcə, məsələn 40 dərəcə, betanı verib sənə 50 dərəcə. 40 ilə 50-ni toplayanda neçə eləyir? 90. 90 dərəcə. Deməli, bu bucaqlar necə? Tamamlayıcı bucaqlardır. Və ya sənə sualı belə verir. Tamamlayıcı bucaqlardan biri olan alfa bərabərdir 30 dərəcə. Beta nəyə bərabərdir? Tamamlayıcı bucaq sözünü eşidən kimi bilirsən ki, cəmləri 90-a bərabərdir. 30 buradadsa digərinə nə qalıb? 60. 60. 60. Aydın oldu? Bəli. Bəli. İşte bir saniye üzrü sayın. Bəli müəllim. Yani. Davam edək. Aha, sonra bizdən nə deyir uşaqlar? Baxaq başqa qaydanın hansı hissəsindən danışa bilərəm sizə. Məsəl üçün bizə belə bir şey deyirlər. Düz xətt üzərində n sayda nöqtə qeyd olunmuşsa, alınan şüaların sayı düsturur. Məsələn, sənə deyib ki, bir düz xətt üzərində bir dənə bu düsturu yazın, daha sonra nümunə verim. 2 üstü n, 2 yazın, 2n. Bu düsturu dəftərinizdə qeyd edin. 2 üstü n deyil, adi 2n-dir. 2n düsturuna yazın ki, düz xətt üzərində n sayda şüa qeyd olunmuşsa, n sayda şüa qeyd olunubsa, ya da n sayda belə deyin. Düz xətt üzərində n sayda nöqtə qeyd olunubsa, şüanı bu düsturla tapırıq. Bu şüanın tapılması düsturudur. Düz xətt üzərində n sayda nöqtə qeyd olunubsa, şüanın tapılması düsturu budur. Məsələn, nümunə deyirsiniz. Sizə deyir ki, bir dənə düz xətt verilib. Düz xətt üzərində 6 dənə nöqtə var. Neçə dənə şüa yaranır? 5. Yox, diqqətlə bax. Düz xətt üzərində 6 dənə 12. neçə dənə şüa yaranır? Dedim axı şüanın 12 müəllim. 2 vurulsun, n nə deyib? 6 deyib. 2 vurulsun 6 bərabərdir 12.
Məsələn, deyir düz xətt üzərində 7 dənə nöqtə qeyd olunub. Neçə dənə şüa yaranır? Alınan şüaların sayı nə qədərdir? 7-ni 2-yə vurasınız, neçə eləyəcək? 14. 14. Qeyd edin düsturu bunu. 2 eni yazın. 2 eni yazandan sonra qarşısından yazın. Düz xətt üzərində n sayda nöqtə qeyd olunubsa, alınan şüaların sayını bu düsturla alırıq. Nümunə də yazın. Düz xətt üzərində 6 dənə nöqtə qeyd olunubsa, 2 vurulsun, yəni 2 vurulsun 6 bərabərdir 12. Deməli 12 dənə şüa alınacaq. Aydın oldu? Bəli. Bəli, müəllimə. Bəli. Daha sonra davam eləyək. Bir nöqtədən, məsəl üçün deyirəm sizə, belə bir şey verə bilər. Bir nöqtədən n sayda şüa çıxırsa, bir nöqtədən n sayda şüa çıxırsa, alınan bucaqların sayı var. Bir nöqtədən n sayda şüa çıxırsa, alınan bucaqların sayı düsturu. Məsələn, n vurulsun, nümunə deyəcəm sizə, düsturumuz budur. N vurulsun, n-1 bölünsün 2 düsturu. Bir nöqtədən n sayda şüa çıxırsa, alınan bucaqların sayı düsturu. N vurulsun, Müəllimlər, bölünsün 2. Bir nöqtədən, baxın, düstur nəyin düsturudur? Bir nöqtədən n sayda şüa çıxırsa, alınan bucaqların sayı düsturu. Bucaqları tapanda bu düsturdan istifadə edirəm. Məsələn, sənə deyir ki, bir nöqtədən 5 dənə, məsəl üçün deyirəm, 5 dənə şüa çıxır. Neçə dənə bucaq yaranır? Bir nöqtədən 5 dənə şüa çıxır. Bucağı soruşur. Bucaq düsturu budur. Eni sənə neçə deyir? 10. Sayın 5 deyir. Eni yerinə 5. Cavab oldu. 5 vurulsun, 5-dən 1 çıxanda 4 bölünsün 2. 5 dəfə 4-ün 20, 2-yə də böləndə 10. Bucaqları soruşan zaman bu düsturla gedirsiniz. Şuanı soruşanda bayaq ki, şuanı soruşanda 2 n ilə gedirsən, bucağı soruşanda bu düsturdan irəliləyirsən. Yaxşımı? Bəli. Yaxşı, bəs parçanı soruşsa, desə ki, düz xətt üzərində n qədər nöqtə qeyd olunub, parçaların sayını tap. Parçanı hansı düsturla gedəcəm? Onu da bir düsturla. Bu həm şua düsturudur, həm parça düsturudur. Bunu qeyd edin. N vurulsun, mötərizə n çıxılsın 1 bölünsün 2-yə. Ayza, bax bu uşaqlar şua düsturudur. Şuaların sayını soruşarsan. Amma bu düstur həm parça düsturudur. Qeyd edin dəftərinizə. Parçanı tapan zaman istifadə edirəm. Həm də bucağı tapan zaman istifadə edirəm. Bax bunu dəftərinizə qeyd edin. En onsuz da şərtdə verilən rəqəmdir. Eni rahatlıqla aparıb yerinə qoyasınız. Aydın oldu? Bəli. Bu düstur Bəli, müəllim. Müəllim, məndə saat 19-a dərsim var. Ne dərs neçədə qurtarır? Saat neçədir bu dəqiqə? 16-da Saat- qurtaracaq. 18 nə oldu? Linki nə vaxt atmışamsa 1 saat sonra. Neçədə atmışdım linki sizə həmin vaxtda da 1 saat sonra qurtaracaq. 30 dəqiqəmiz gedib 30 dəqiqəmiz qalıb. Link yuxarıda 30 göstərən kimi sizə deyəcəm, narahat olmayın. Belə saat yanında, telefon yanında deyil deyə baxamıram. Linki neçədə atmışam, yəni neçə dəqiqəmiz qalıb. Həm Amma 17-16-da atmısınız linki. 16 atmışamsa 18-16-da da qurtaracaq. Narahat olmayın, yəni 1 saat uzanacaq uzanmağında problem yoxdur. Amma ki, yəni 1 saat çəkəcək minimum, narahat olmayın. Bəli, bu düstur şuadır. 2n şua idi. N vurulsun, n-1 bölünsün 2 bucaqla parçaydı. Yenə bu cümləmi dəftərinizə qeyd edin uşaqlar. Uyğun tərəfləri perpendikulyar olan və uyğun tərəfləri paralel olan bucaqlar bərabər bucaqlardır. Əgər perpendikulyar bucaqlardan yaranırsa, perpendikulyar nə demək bu formada? Və ya bu formada verilibsə, bu iki tərəf. Tərəf bir-birlərinə perpendikulyardırsa və ya paraleldirsə, burada yaranan bucaqlar bir-birinə bərabər bucaqlardır. Və onların cəmi ya da onların cəmi 180 dərəcəyə bərabərdir. Uyğun tərəflərə perpendikulyar və paralel olan bucaqlarda, tərəflərdə bucaqlar bir-birlərinə bərabər olur və ya cəmi 180 dərəcəyə bərabər olur. Gəlin bir dənə bir qayda, bir şəkil izah edeyim sizə. Məsələn, bu formada bir,
Şəkil düz çəkin. Bu formada bir A verilib. A tərəfi verilib. Daha sonra bir dənə B tərəfi verilsin. A ilə B tərəfi verilib. Mənə belə bir ziqzaq verər burada. 1, 2, məsələn, birini də verir 3. Bu formada bir ziqzaq verir. Bura yazır, burada yaranan bucaq X bucağıdır. Bura alfa bucağıdır. Bura məsəl üçün deyirəm, özümüzdən düzək. Bura Y bucağıdır. Bura betadır. Məsəl üçün, buradan gəl kəsək şəkili, bu aşağı hissəsinə ehtiyac yoxdur, uzatmayaq o qədər. Bircə saniyə. Ümumi şəkili sizə tam vermək istəyirəm. Tamı da verə bilmirəm bu dəqiqə. Mouse'un çətindir. Belə bir şey görməyinizi istəyirəm. Bax, məsələn, bu formada verilir, ziqzaq verilir. Belə bu formada. Buradan da A ilə B xətti verilir. Burada yazdıq. Bax, yaranan bucaqları yazdıq. Bura X bucağıdır, bura alfadır, bura Y-dir, bura betadır. Burada məsəl üçün bir dənə Z bucağı. Bir dənə hərflə işarə ilə verilən. İndi mənə deyir ki, uşaqlar, bir şey bilməlisiniz. Burada nəyə bərabərdir? Nəyin cəmi nəyin cəminə bərabərdir? Deyin görüm, təxminən eləyin yüngül var bir. Hansı bucaqların cəmi hansının cəminə bərabər olar? Mən bizə edirəm X-in. Alfa ilə beta ən axırda qalır. Mən burada Alfa ilə də X beta. ilə Y bərabərdir, beta ilə də o alfa bərabərdir. Uşaqlar, sağda gördükləriniz hansılardır? Sağ tərəfə baxın. X və Y, bir də Z. Deməli, sağdakıların cəmi X, Y, 30-a bərabərdir. Z-in cəmi bərabərdir nəyə? Soldakıların cəminə. Solda nə? Sənə. Alfa ilə Alfa ilə. betanın cəminə. Mən istəsənsə, burada bucaqları verər, Z-i verməz. Z-i tapmaq üçün hamısının qiymətini qoyub yerinə Z-i taparsan. Bilərsən ki, ümumiyyətcə sağdakı bucaqların cəmi bərabərdir soldakı bucaqların cəminə. Aydın oldu? Bəli. Qaranlıq bir şey qalmadı ki burada. Xeyr. Məsələn, bir də belə bir fiqur verilə bilərsə, belə bir şəkil verər. Deyər ki, bu bir A tərəfidir. A-nı bu formada verər. Bir dənə də buna paralel olan bir dənə B tərəfi verilər. Burada deyər B-yə bərabərdir. Dənə formada verər, bax belə. Məsələn, bura deyər alfa ilə beta. Bura olar alfa, beta. Bir dənə də verər qamma bucağı. Bir dənə də belə bir bucaq verdi. Aha, bu da qamma bucağı. Sən deyir qamma nəyə bərabərdir? Qamma nəyə bərabərdir? Yəni eyni şey, sağdakıların cəmi bərabərdir. Alfa ilə B-nin cəminə. Alsa, sağdakıları bərabərdir soldakılara, cəmləyərik. Solda nə var? Bir dənə qamma var. Sağda nə var? Alfa ilə beta var. Alfa üstə gəlsin beta. Sağdakıların cəmi soldakıların cəminə bərabərdir. Soldakı da bir dənə olsa, bir dənə qammanı götürürsünüz. Başqa heç bir şey üstünə gəlməyə ehtiyac yoxdur. Aydın oldu? Bəli. Ben də qayda verək. Bunların qeydini videoya baxıb qeydlərinizi apararsınız. Məsələn, bu formada verərsən. Yəni A tərəfidir, bu A tərəfi verilib. Bu dəfə içə doğru verilməyib, çölə doğru verilib. Bu B tərəfidir. Sənə deyir, burada 3 dənə bucaq yaranır, özünüz də görürsünüz. Alfa tərəfi, alfa bucağı, beta bucağı, bir də qamma bucağı. Qamma. İndi uşaqlar, bu çölə doğru verilib, içəri doğru verilməyib. O da niyə qamma qoyuruq? 3 dənə alfa, beta, qamma bucaqlar bunlardır da. Başa düşdüm. Sən bucağa gedib A ilə B ilə işarə eləyə bilmərsən ki, əsmər alfa, beta, qamma bucaqları bununla işarə edirsən. Və ya deyərsən alfa 1, alfa 2, belə beta 1, beta 2. Yəni bucağa heç vaxt A, B, C demirsən. A, B, C sadəcə tərəflərə məxsus olan bir şeydir. İndi uşaqlar bu formada verim fiquru. Bunun sağı solu yoxdur. Baxın, bu formada bir karandaş oxşar bir şey verib, 3 dənə bucaq var. Üçü də daxildə qalır. Bunun sağı solu yoxdur artıq. Ziqzaqın sağı solu deyilən bir şey yoxdur. Onu görə nəyisə toplayıb nəyisə bərabər eləyə bilmərsən. Buradan bir dənə qayda çıxarda bilərsən. Bu tip fiqurlarda bu 3 dənə bucağın cəmi 360-a bərabərdir. Alfa üstə gəl beta, üstə gəl qamma. Bu üçünün cəmi bərabər olacaq 360-a. Məsəl üçün deyirəm, sənə verəcək, alfanı verər burada. Deyər bu bucaq bərabərdir 120-yə. Beta bucağın verər 100. Deyər beta bucağı bərabərdir 100-ə. Məsəl üçün, qamma bucağın da 100 ilə 120-ni toplayasan eləyəcək 220. 360-dan 220-ni çıxarsan neçə qalacaq? 140. Deyərsən qamma bucağı bərabərdir 140-a. Aydın oldu? Bəli.
Tapış Bəli. ifadəsi bu formada. Qaranlıq qalan oldu nəyəsə kiməsə. Xeyr. Xeyr, müəllim. Bəli. Qeydlərinizi aparın. Ümumiyyətlə həndəsədə hər tərəfli olur. Yəni daxili bucaqlar, xarici bucaqlar, qonşu bucaqlar, qarşılıqlı, paralellik, perpendikulyarlıq qayda həddən artıq çox çıxır. Amma baxırsan ki, Mən bunun rekordunu götürdünüz. bəli, götürürəm. Narahat olma, atacağam daha sonra. Amma ümumiyyətlə uşaqlar baxırsınız ki, asandır, bir-birlərinə oxşardır və məntiqlə tuta biləcəyiniz bir şeydir. Fərqli nə verə bilərəm? Bax, məsələn, belə bir şey verirsəm, belə bir fiqur versin. Məsələn, desin, bura alfa bucağıdır. Bura, məsəl üçün, beta bucağıdır. Burada S bucağıdır, yəni qamma bucağıdır. Tərəf olaraq da verə bilər. A tərəfi, B tərəfi də verə bilər. Fərqi yoxdur. Burada qamma bucağıdır. 3 dənə bucağımız var uşaqlar. Sənə deyir ki, konkret demir A nəyə bərabərdir, B nəyə bərabərdir. Sənə sadəcə belə bir sual verə bilər. Deyər ki, alfa çıxılsın, beta, şərtdə verilənlər deyirəm. Bərabərdir 70 dərəcə. Alfa çıxılsın, qamma, bərabərdir 20 dərəcə. Sənə deyir alfa nəyə bərabərdir? Alfa bərabərdir sualı. Alfanı tapın görüm, necə taparıq? Mən nə qaydalar verdim sizə ümumiyyətlə? Bir yaxın Müəllimə, qaydalar işlədim. deyil. 50. Mənim Gəlin bir 7 ilə 70 ilə 20-ni toplayıb 180-dən ikisinin cəmini çıxarır. Yox, elə bir şeyə ehtiyac yoxdur. Nə edirsən? Verilənləri yazırsan. Alfa sıxılsın, beta bərabərdir nəyə? 70-ə. 70. Altından iynə ardıcıllıqla yazdım. Alfa sıxılsın, qamma bərabərdir 20-yə. Bir də mən bir yax sizə nə dedim? Bax, bundan əvvəl nə dedim? Dedim, üçünün cəmi nəyə bərabərdir? 360 müəllim. Aysa. Dedim, üçünün cəmi bərabərdir nəyə? 360-a. İndi uşaqlar nə edirik? Bunu bir dənə sistemə alırıq. Alt-alta toplayacaq yəni. Alfa toplayanda neçədən alfa olur? 3 dənə. Alfa. Alfa. Yəni alfa. Bu beta ilə aşağıdakını toplayanda bax bu müsbətdir, bu mənfidir. Toplayan zaman biri müsbət, biri mənfi olursa onlar gedir. Bir-birlərini aparır. Qammanın biri mənfidir, biri müsbətdir. Getdi. İndi rəqəmləri toplayaq. Bax geriyə qaldı 3 alfa. Bərabərdir. 70 ilə 20-ni toplayırsan 90, 90 da 360 gələndə 450. 450-də 3 böləcəyik. Alfa da bərabərdir. 450-ni 3-ə böləcək neçə düşəcək? 150. Alfa 150. bucağını neçə tapdım? 150. Məndən də alfa 150. bucağını istəyirdimi? Bəli. Aydın oldu bu üsul. Bax, hər şeyi Mənim- ifadə edin. Bəli, kim nəsə sual vermək istəyirsə buyursun. Hı. Sual vermək istəyirsiniz uşaqlar. Vermək. Aydın oldu bu, qaranlıq qalmadı ki. Aydın oldu. Bəli. Uşaqlar ümumiyyətlə baxın, sual sizə şey verilməz yəni. Tək deməz ki, bura bunu verib, buranı tap. Deyərsən ki, toplayım 360-dan çıxım. Bu tip bir sual da verə bilər və rahatçılıqla yerinə qoyub bir dəqiqəyə həll edə biləcəyiniz bir misal oldu. Fərqli bir şey yoxdur. Yəni hamısının asan yolunu öyrədəcəm, narahat olmayın. Orada Aha. 2x bərabər 450-ni hardan tapdıq? Alt-alta topladıq, alfaları topladıq, 3 dənə alfa. 362-dən 70-dən 20-nin cəmini Məsələn, alfaları topladıq, sol tərəfdə 3 dənə alfa var idi. Alt-alta topladıq. Betalar, qammalar ixtisara getdi. Biri mənfi, biri müsbət olduğu üçün. Sağ tərəfdəki rəqəmlər 70, 20, 360-ı toplayanda 450 elədi. Daha sonra 450-ni 3-ə böldük, qaldı alfanın 150. Aydın oldu? Bəli. Bəli. Bir dənə də bir bucaq var, xarici bucaqlar. Xarici ilə daxili bucağı da öyrənməyinizi istəyirəm. Bunu da qeyd edərsiniz. Belə bir hissədə fiqur verilir, məsəl üçün belə bir şey. Buranı sənə verir A tərəfi, buranı versin B tərəfi, fərqi yoxdur. İndi burada nə edirik? Bu bucağa məsələn xaricdə qalan bucaq, bu çöldədir də, fiqurun çölündə qalıb. Alfa bucağı deyərəm. Digər çöldə qalanda beta deyək məsəl üçün. Ortadakı bucaqda məsələn olsun bir dənə X bucağı. Sənə deyir bu X nəyə bərabərdir? Uşaqlar, 2 dənə xarici bucaq verib, alfa ilə betanın xaricdə qaldığını görürsən də, artıq bu çöldə qalıb. Bir dənə də daxili bucaq verib. Səndən daxili bucağı tapmağı istəyən zaman xaricdə qalanları toplayırsan, alfanın üstünə beta gəlirsən. Alınan cavabdan 180-ə çıxırsan. 180 hardan gəldi ora? 180 ümumi açıq bucaqdır.
180 ümumi açıq bucaq olduğu üçün daim işlətdiyim bir şeydir. Heç vaxt sorğulama kəsməli. 180-i hardan tapdım? 180 ilə Açıq bucağın 360. üstündə yerləşir. Ay sağ ol. 180 ilə bax 360 daim sənin əlində işlədəcəyin bir şey olacaq. Bax bu bucaq harda yerləşir? Bu formada salsan, Ben bu bax buradan bu qayda 7-ci sinif kitabında da var. ola bilər, bəlkə də var. Hə, belə ümumi dərs material olaraq. Biz seçmişik bunu, Bax hə. bu forma açıq bucaqdır. Bax, bu açıq bucaqdır. Bu x bunun üzərində yerləşir kimidir və ona görə 180-i oradan götürsən Əsmər. Bir şey yadda saxlamalısınız ki, bu tip fiqurlar olsun, fərqli fiqur olsun, fərqi yoxdur. 2 dənə xaricdə qalan, bir dənə daxildə qalan varsa əgər, xaricdə qalanları ayla bax, alfa ilə betadan topladın, alınan cavabdan 180-ə çıxdı. Məsələn, nümunə göstərək, belə bir şəkil verilir bizə yenə. Burada deyir ki, bu bucaq bərabərdir. Kör bucaqda da məsəl üçün olsun 100 dərəcə. Bu bucaq bərabərdir 150 dərəcə. Sənə deyir x bucağı nəyə bərabərdir? 150 ilə 100-ü toplayarsan 250, alınan cavabdan 180 çıxarsan necə qalar? 70. Demək bu bucaq nəymiş? 70 dərəcəymiş. Aydın oldu? Bəli. Bəli. Olaraq həlli yolunda izah elədim. Bəs yaxşı. İkisi daxildə. Bax indi bayaq nə idi? İkisi xaricdə idi, biri daxildə idi. Yaxşı, ikisi daxildə, biri xaricdə olsa nə edərəm? Məsələn ki, Bunda çıxarıq müəllim. bax belə bir fiqur verilər məsəl üçün mənə. Belə bir fiqur verilər. Burada qalan bir dənə bucaq verir mənə alfa bucağı. Daxildədir də, bax fiqurun içindədir. Burada bir dənə bucaq verir beta bucağı. Bu hissədən verir mənə x. Sənə deyir x nəyə bərabərdir? Mənim Xaricdə alfa qalan bucağı tapmaq üçün heç nə çıxmırsan. Xaricdə qalan bucağı tapmaq üçün alfa ilə betadan toplayırsan. alfa ilə beta toplayır. Aysa, alfanı verər sənə 30 dərəcə. Məsələn 30 olmaz. Kör bucaqdır. 30 deyənmərəm bura. Məsəl üçün deyim 100 dərəcə fərqi yoxdur. Aha. Betanı verər iti bucaqdır. Məsələn sənə 30 dərəcə. Deyir x-i tap. 100-dən 30 toplayan neçə eləyir? 130. Deməli bu bucaq 130-a bərabərdir. Bu qədər. Bir saat tamamlandı deyəsən. Nə oldu? Bir saat tamamlandı deyəsən. 17, 16-da başlamışdıq. Heç nə olmaz. Saata baxmayın uşaqlar, dərsə baxın. Diqqətiniz dərsdə olsun. Tamamlansın işiniz. Gedən saat mənim saatımdır. Siz rahat olun. Bu A tərəfidir, bu B tərəfidir. Bu formada bir şey verilir. Buradan bir dənə xətt getdi. Bunlar bir-birinə paraleldir. Bax bu xətt paraleldir deməkdir uşaqlar. Bu formada yazırsa sənə, bu paraleldir deməkdir. Paraleldir. Baxın, yəni qoşa gedir, yanaşı gedirlər. Baxın, A ilə B bir-birinə paraleldir, qoşa gedir, yanaşı gedir. Buradan bir dənə A ilə B-dən xətt keçirtdim. Burada bir problemim yoxdur. Mənə deyir ki, məsəl üçün, bura bir dənə bucaq verir, x bucağı. Bura x bucağıdırsa uşaqlar, bir şey yadda saxlayın. Mən bundan o sınıfda var idi. Bura x-dirsə, bura nədir? X-dir. Yox, x deyil, bax. 2 qatına İki. bərabərdir. Bura x qatına. paraleldirsə, bura da x. Bəli. Amma bura 2 qatına bərabərdir. Bura neçə olacaq? 2x. Bura x-dirsə, bura x. 2x-dir, tapdım 2x. Mənə deyir ki, x nəyə bərabərdir? Belə bir sual verir ki, x bucağını tap. Bu bucağı tap. Deyirəm, bura x bucağıdırsa, bura 2x bucağıdır. Düzdürmü? Bu düz olduğuna görə 180 dərəcə olar. Və bunların cəmi 180-ə bərabərdir. X üstə gəl 2x bərabərdir 180-ə. X-də bərabər, 3x-də bərabərdir 2x-dən x-i toplayanda 3x bərabərdir 180. X də bərabərdir 180 neçə bölünür? 60. Bu qədər. X qucağını tapdıq 60 dərəcə. Məndən də x istəyirdi. Bir dənə də qayda izah edeyim, yekunlaşdırırıq, narahat olmayın. Məsələn, bizə deyir, uyğun tərəfləri paralel olan, belə bir sual verir sizə. Uyğun tərəfləri paralel olan iki bucağın nisbəti 3/7 formasındadır. Uyğun tərəfləri paralel olan iki bucağın nisbəti 3/7 formasındadır. Kiçik bucağı tapın. Uyğun tərəfləri paralel olunca bucaqların cəmi 180-ə bərabərdir. Yazarsan 3-ün yanına k, 3k, üstə gəl 7k. Cəmləri 180-ə bərabərdir. 180, 10K-da 180. Yekini toplayarıq 10K. K-da 18 mənim. Aysan 10k bərabərdir 180-ə. K da bərabərdir nəyə? 180 18-ə. bərabər 18. Cavabı qaçıb 18 götürmüşsünüz. Siz K-nı 18 tapmısınız. Müəllim, Bucağın biri 3K-dır. toplarıq. Yəni 3-ü vuraram 18-ə. Eləyər 54. Digərini vuracaq 54. 7-ni də vuraram 18-ə, qiymətini taparam. Mənə 18. kiçik istəyirsə 54-ü götürəcəm, məndən nə kiçik istəyir, məsələn, 54.
Yox, böyüyü istəsə 7-ni 18-ə vurasan. 56, 5 yadda. 136. olacaq. 136 müəllim. Nə deyirsən? Bir də de. Kimsə bir dənə sual vermişdi. Bir dəqiqə 7 dəfə 8-in 56, 6 yazdıq 5 yadda, 7 dəfə 1-in 7, 5 də yadda 126. Biri oldu 126, digər oldu necə? 54. Məndən kiçik istəsə 54-ü, böyük istəsə 126-nı götürəcəm. Deyin uşaqlar, kimsə nəsə sual verdi elə bil ki. Sualı olan var? Xeyr, müəllim. Buranın qaydaları həddən artıq çoxdur. Yəni çoxlu fərqli şeylər çıxır ortaya. Anlayışlar çıxır ortaya. İstəyirseniz burada yekunlaşdıraq. Mən bunun rekordunu atım sizə. İkinci hissənin rekordunda özüm sakitçiliklə qəşəng videonu çəkərəm, onu da atarım. Daha sonra ikisini də videonun ikisinə də baxarsınız, qeydlərinizi götürərsiniz. Bir də Oldu kitablarda müəllim. atacağam, yazılı əl yazma qaydaları da atacağam sizə. Onları da öyrənin özünüz, yaxşımı? Müəllim, bunu testlərə evə verəcəksiniz. Necə dəqiqə rekordu dayandırım.